Ölkə ərazisindəki çaylarda, həmçinin transsərhəd çaylarda hazırda yaz-yay gur sululuq dövrü müşahidə edilir. Elə bunun nəticəsidir ki, Kür çayında da suyun səviyyəsi xeyli artıb. Çayın daşması bəzi rayonlarda fəsadlar da törətmişdi. Evləri, əkin sahələrini su basmışdı. Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Fuad Nəsirov real açıqlamasında bildirib ki, Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamnama rejiminə uyğun olaraq suyun toplanması işləri icra olunur. Son günlər çayda suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq demək bəzi ərazilərdə çayın məcrasından çıxması müşahidə edilmiş, lakin əsas qoruyucu mühafizə bəndlərə suyun yaxınlaşması qeydə alınmamışdır. Və bu da vəziyyətlə əlaqədar hər hansı bir narahatçılığa əsas vermir. Qabaqlayıcı tədbir olaraq ərazilərə maşın mexanizmlər yerləşdirilmiş və fasiləsiz növbətçilik təşkil edilmişdir. Bundan başqa Kür çayındakı bəndlərin mütəmadi monitorinqi aparılır, vəziyyət nəzarətdə saxlanılır. Bəndlərin möhkəmləndirilməsi, hündürləşdirilməsi istiqamətində mühüm işlər görülmüş və əsas qoruyucu bəndlərdə hər hansı bir təhlükəli vəziyyət olmamışdır. Hazırda Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 400 kubmetr suyun verilməsi həyata keçirilir və Kür çayı öz məcrası ilə maneəsiz olaraq Xəzər dənizinə axıdılması təmin edilir. Agentlik nümayəndəsi onu da əlavə edib ki, Kürdə suyun səviyyəsinin artması ilə bağlı hazırda hər hansı daşqın təhlükəsi yoxdur.